Son günlər Azərbaycanın tarixi mirası olan İçərişəhər başqa bir səbəblə gündəmə gəlir. Qeyd etdiyimiz kimi avtomobillərin yaratdığı sıxlıq, səs-küy və narahatlıq. Mütəxəssislər deyir ki, qoruq ərazisinə, nəqliyyat axına, həm ətraf mühitin qorunmasına, həm də turizm infrastrukturuna mənfi təsir göstərir. Biz də mövzu ilə bağlı bir reportaj hazırlamışıq. Tarixi abidələr, qədimdar küçələr, avtomobil çoxluğu, sıxlıq və narahatlıq. Son vaxtlar İçərişəhərdə avtomobillərin yaratdığı mənzərə məhz budur. İçərişəhər əsasən qoruq ərazisi hesab edilsə də, burada nəqliyyatın intensiv hərəkəti müşahidə olunur. Bu vəziyyətdən narazı olanlar da var, razı olanlar da. Avtomobillərin burada çoxluğu bizə də narahatçılıq yaradır. Körpə uşaqla gəlirik, kalyaska ilə gəlirik. Elə bilirəm ki, avtomobillərin az olması bizim üçün çox rahat olar. Mən buranın sakiniyəm. Son vaxtlar İçərişəhərə maşın gəlib getməyi azalıb. İndi bu biraz yaxşılaşıb. Öncə çox sıxlıq idi. Çıxmaq olmurdu uşaqla, böyüklə çox sıxlıq idi. İndi yox, çox yaxşıdır. Hər şey sakitləşib, maşınlar biraz azalıb. Tərəfdarıyam avtomobillər limitli şəkildə buraxılsın. İctimai yaşayış obyektlərinə gələn avtomobillər buraxılmamalıdır. Qoruqdursa, mədəni irs kimi bu dəyərləri qoruyub saxlayacaqsa, yaxşı olar ki, avtomobildən istifadə olunmasın. Bu küçələr əsrlərlə əvvəl at arabaları üçün salınıb. Hazırda buradan avtomobillərin keçməsi təhlükələr yaratmaqla bərabər abidələrə də zərər verir. Moskvadan gəlmişik. İçərişəhərin qədim küçələrində gəzintiyə çıxmışıq. Sizin şəhəriniz tamamilə möhtəşəmdir, amma burada çoxlu sayda avtomobil var. Biz İsraildənik, biz də burada gəzintidəyik, amma avtomobillər çox mane olur. Ona görə mən təklif edirəm ki, bu küçəyə avtomobillərin girişi məhdudlaşdırılsın ki, biz də bütün görməli yerləri rahat şəkildə gəzə bilək. İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsindənsə məsələ ilə bağlı bildirildi ki, ərazidə quraşdırılan məntiqi terminallar vasitəsilə avtomobillərin nömrələri oxunur və kənar maşınların keçməsinə icazə verilmir. İçərişəhər həm UNESCO tərəfindən, həm dövlətimiz tərəfindən qorunan bir ərazidir və buraya nəqliyyat vasitələrinin girişi-çıxışı qaydalarla tənzimlənir. Hazırda əraziyə yalnız müəyyən say üzrə sakinlərə və qoruq arasında fəaliyyət göstərən sahibkarlara bütün operativ nəqliyyat vasitələrinin daxil olmasına icazə verilir. Qoruq ərazisində fəaliyyət göstərən xidmət obyektləri nəzərə alınmaqla qeyri-rezidentlər üçün giriş isə yalnız müəyyən tarif və limit üzrə həyata keçirilir. Mütəxəssislərin sözlərinə görə bu vəziyyət tarixi abidələrin strukturuna da ciddi təsir göstərir. Zaman-zaman titrəmələr, qaz və toz tullantıları divarlarda çatların yaranmasına səbəb olur. Avtomobillərin orada hərəkəti, o tarixi binanı, tikililəri, o qalanı yavaş-yavaş eroziyaya uğradır. Orada qapalı bir mühit olduğuna görə avtomobillərdən ixrac olunan zəhərli qazların həcmi orada daha çoxdur. Buna görə hesab edirəm ki, İçərişəhərlə bağlı ciddi bir ölçü götürülməsinə ehtiyac var. Eyni zamanda ekspertlər hesab eləyirlər ki, hər hansı bir qərar qəbul olunacağı təqdirdə İçərişəhərə gələn insanların rahatlığı da nəzərə alınmalıdır. Emil Məlikov, Novruz Kazımov, AzTV xəbər.